Azərbaycanın istedadlı və sevilən aktyorlarından biri olan Rüfət Əzizov yenidən ekranlara qayıdır. Aktyor bu dəfə tamaşaçıların qarşısına yeni və maraqlı bir serial layihəsində çıxacaq. Məlumata görə serial dram və triller janrlarını birləşdirən, real həyatdan ilhamlanan bir mövzuda çəkilir. Serialın adı hələlik ictimaiyyətə açıqlanmasa da, layihənin prodüser və rejissoru Rüfət Əzizovun bu rolda tamamilə fərqli və təsirli bir obraz canlandıracağını bildirib. Aktyor bu serialda psixoloji gərginliklə dolu bir xarakteri canlandıracağı deyilir. Rüfət Əzizov açıqlamasında belə deyir: "Yeni layihə mənim üçün həm çətin, həm də çox maraqlı olacaq. Obrazım sıradan biri deyil. Onun keçmişi, yaşadığı daxili mübarizələr və qarşılaşdığı çətinliklər tamaşaçılarda dərin iz buraxacaq. Bu rol mənim üçün aktyor kimi yeni bir mərhələdir." Serialın çəkilişləri artıq başlayıb və bir neçə dəfə fərqli məkanda həm Bakı, həm də bölgələrdə aparılır. Layihənin 2025-ci ilin sonlarına doğru yerli televiziya kanallarında və rəqəmsal platformalarda yayımlanması planlaşdırılır. Layihənin yaradıcı heyəti serialın yüksək keyfiyyətli prodüksiya ilə hazırlanacağını və milli serial bazasında yeni nəfəs gətirəcəyini bildiriblər. Senari müəllifləri isə hadisələrin gedişatını sir kimi saxlayır, bu da tamaşaçılar arasında maraq doğurur. Rüfət Əzizov dərin, duyğusal və bəzən sərt keçidlərə malik obrazı ilə qarşılaşacaq tamaşaçılar göz yaşları və təbəssüm arasında gedib gələn bir serial təcrübəsi yaşayacaqlar.